Doktor, bizdə evdə ümumiyyətlə Azərbaycan ailəsində hər bir ana belə deyək, bəlkə də həkimlər qədər qızdırma salıcı dərmanların adını bilir. Bəli. Hansı temperaturda insan orqanizmi hansı temperatura çatdıqda bu dərmandan həkimsiz istifadə eləmək olar? Çünki bizdə 36 dərəcəni tərpəndi, artıq dərmanlar stolun üstündə hazır olur. İlk başda onu deyim ki, 37-8-in üzəri qızdırma olaraq qəbul olunur. 37-6, 37-5, 37-8-in aşağısı subfebril qızdırma olaraq dəyərləndirilir və qızdırma salıcı dərmanların istifadəsi məsləhət görülmür. 38 dərəcənin üzərinə çıxan, 1 saatdan uzun sürən və yaxud da ki 38.3 dərəcənin üzərinə çıxan, 1 saat olmasına ehtiyac olmayan dərəcələrə biz qızdırma olaraq deyirik ki, bu qızdırmadır. Qızdırması yüksələn, yəni 38-in üzərinə çıxan hallarda ilk başda xəstəyə birdən-birə qızdırma salıcı dərman vermək düzgün yanaşma deyil. Bizdə eskidən bizim də yaşadığımız, biz uşaqkən də bizə valideynlərimizin, nənələrimizin elədiyi ilk metod qızdırması qalxan birinə salmaq üçün üzərini örtərdilər, tərlədərdilər. Bu doğru yanaşma deyil. İnsanlarımıza bunu da deyək ki, biz də bunu yaşamışıq, amma biz də eğitim alanda, həkim olanda biz bunu öyrənmişik ki, bu doğru yanaşma deyil və bugünkü gündə bizim həkim olaraq məqsədimiz bunu insanlara doğrusunu çatdırmaqdır. Kimisə günahlandırmaq, suçlamaq deyil. İlk başda qızdırmanı salmaq üçün üstümüzü nəinki örtmək, üstümüzü açmaq lazımdır. Üzərimizi nazik geyinmək, qalın qiyafətlər, qalın geyimləri çıxarmaq, əlləri, qolları, dizləri, özəlliklə büküş yerlərini açıq saxlamaq lazımdır. Əgər qızdırma buna baxmayaraq düşmürsəz, ilıq bir duş da almaq məsləhət görülür. Düzdür, bunu mamalarımızın, nənələrimizin yanında qızdırması olan birini duşa salmaq çox çətindir. Amma ki, gənc valideynlərimiz, gənc analarımız var ki, onlar bu metodu artıq uşaqlarını istifadə edirlər, biz görürük. Sirkəli, hətta su ilə bədəni yumaq, sonra çinməyə qoymamaq. Sirkəli və yaxud da ki, spirtlə bədəni yumaq düzgün deyil. Özəlliklə də uşaqlarda, uşaq yaşda bunu eləyirlər. Uşaqlarda zaten qızdırmaya görə bədən səthindən çox maye itirilir və üzərinə də biz sirkə və yaxud da ki, spirtlə müdaxilə eləmək. Sadəcə bu qızdırmanı salırmı? Salır. Amma doğru bir yol deyil. Qızdırmanı salmağının səbəbi də uçucudular bunlar. Uçduqca bədəndən o istini ayırırlar. Özəlliklə büküş yerlərindəki olan istiliyi, temperaturu bu şəkildə salır. Amma məsləhət görmürük. Bir üst geyimlərin çıxarılması daha nazik bir geyimdən, yəni yorğanla üstümüzü örtmək doğru bir yanaşma deyil. İkincisi, ilıq bir duş. Əgər qızdırma buna baxmayaraq düşmürsə, qızdırma salıcı dərmanlardan istifadə edə bilərik. Öncəliyimiz parasetamoldur. Parasetamol gündə 4 dəfəyə qədər istifadə oluna bilər. Əgər parasetamoldan fayda görmürsə, digər qeyri-steroid iltihab əleyhinə vasitələr istifadə oluna bilər.